Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyicilərimiz. Cantəpədə ev axtaranlar yaxın əyləşsin. Gözəl bir evimizin təqdimatındayım. 4 otaqdan ibarətdir. Kupçalıdır, dövlət ipotekasına da yararlıdır. Ümumilikdə 2 sot torpaq sahəsində inşa olunub evimiz. Üz görürsünüz, ağ ev deyilir buna. Yerdən kürsi, buradan 2 daş görsələ bilər, amma irəliləyən dəqiqədə həyətyanı sahəsi arxa tərəfdəki var. Oradan hündür zirzəmisi var ki, bir mərtəbə də yer altındadır. Karqovu daşlardan üzlənilib, hündür bir ərazidə yerləşir. Həyətin trapına kimi mövcuddur. Bu binada olan jalüz qapısı, əl qapısı, aktenin yerləşir. Bütün kamyonlar var, sayğaclar var, mərkəzi kanalizasiya sistemidir. Baxın, belə bir üz görünüşü var. Bir daha üz görünüşü göstərim. Həyətin işıqlanmasına kimi hər birisi mövcuddur. 2 yanaşı evdir, 2 dostu, 2 qardaşa qismət olunması evdir. Dövlət ipotekasına bir daha təkrar eləm yararlıdır. Həyətyanı sahəsinə rahat şəkildə istəsəniz 4 avtomobil daxil ola bilər. Gülk yollar əkmək üçün də yer saxlanılıb. 140 km marşrut xəttindən yaxın ərazidə yerləşir, məktəbə yaxındır. Daxil olan evimizin iç sahəsinin təqdimatına. Belə bir dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə aparıb. Qranit metlaq gördüyünüz hissələr hər birisi istipoldan təchiz olunub. Sağ tərəfdə yerləşir evimizin, baxın, belə bir geniş qonaq otağı. Hatırladım ki, qonaq otağı da istipoldan təchiz olunub. Şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxın. Qonaq otağın genişliyi dəyərli izləyəcəyiniz 4 metr 50 sm enində, 7 metrə uzunluğundadır. Keçirəm digər hissələrin təqdimatına. Pilləkənlərin alt hissəsində belə bir qladovka kimi də nəzərdə tutulub, artıq əşyalarınızı yerləşdirə bilərsiniz. İkinci mərtəbə qalxan pilləkənlər beton pilləkənlərdir. Üzü mərmər daşlardan üzlənilib. Bu hissədə yerləşir sanitar qovşaq. Üzrəm mətbəx yerləşir. Bütün kamyonlar da mətbəxdə mövcuddur. Az öncə dediyim kimi evin bir mərtəbəsi aşağı hissədə yerləşir. Baxın, dəyərli izləyəcəyimiz, burada pilləkəndən düşdünüz. Arxa hissəsində çamaşır asmaq üçün, digər işlər üçün uyğundur. Və burada trapla quraşdırılıb. Evin alt hissəsində, baxın, ehtiyat su çəni, su nasosu, hər birisi mövcuddur. Baxın, ehtiyat su çəni, su nasosu qaranlıq ola bilər, biraz yaxşı görsənmir. Qalxıram 3-cü mərtəbə. Əgər bunu da hesablasınız, 3-cü mərtəbənin təqdimatına qalxıram. Hündür bir ərazidə yerləşir, şəhər birbaşa buradan görsənir. Baxın, dəyərli izləyicilərimiz, birbaşa şəhər görsənir. Qalxırıq 2-ci mərtəbənin təqdimatına. Bu hissədə də yerləşir 3 yataq otağı, sanitar qovşaq, eyvana çıxışı var. Evdə uzun müddətli, yəni gəliş-gediş yoxdur deyə. Çünki bu ev şəxsi məqsəd üçün tikilmişdi 2 qardaşa. Sadəcə satmaq qərarına gəldilər. Evdə uzun müddətli gəliş-gediş olmadığına görə müəyyən qüsurlar var ki, yəni divar kağızlarında, fasadında. Onlar da ki, xırda xəstələr eləyir ki, gördürmək olar. 2-ci yataq otağı, dəhliz vasitəsi eyvana çıxış. Burada yerləşir 3-cü yataq otağı. Ümumilikdə 4 otaqdan ibarətdir. Əlaqə saxlayın, gəlin bu evə sahib olun. 2-ci mərtəbənin sanitar qovşağı 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha doğru məlumat ala bilərsiniz. Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə ərazisində yerləşir. 120 min statlı qiymətdən təklif olunur. Real müştərilərə razılaşmaq da olacaq.